بسم الله الرحمن الرحيم. أعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم. Salam əziz izləyicilər, hər birinizi bu mübarək ayda xoş gördük. Və biz vədəmizə sadiq olaraq Qur'an-ı Kərimin davamlı olaraq təfsir cələsələrimizə davam edirik. Və biz bugün yetişdik Ə'la surəsinə. Ə'la surəsinin təfsirinə bugün inşallah bir hissəsini deyəcəyik. Təfsirə başlamamışdan əvvəl nümunə təfsirinin yazılış metodu, adəti bundan ibarətdir. Ümumiyyətlə, surə nədən bəhs eləyir, mənası, içində olan mövzular nədir, fəziləti nədir, sonra isə təfsir, şən-i nüzul və bir sıra nöqtə və mesajları bəyan eləyir. Burada Ə'la surəsinin ümumiyyətlə mənası iki hissədən ibarətdir. Birinci hissədə Peyğəmbərə Allah üzünü tutaraq şəxsi Peyğəmbərə aid olan və bir sıra dəsturlar, əmrlərdir və həmçinin o dəstur, əmrlər ki, Allahı təsbih etmək, Allahı hər bir şeydən pak bilmək, o bütlər zamanında, o vəziyyətdə və həmçinin Peyğəmbər öz risalətini, Peyğəmbərliyini yerinə yetirməsini Allah əmr eləyir. Və həmçinin burada Allahın 7 mühüm xüsusiyyətinə işarə eləyir ki, inşallah təfsirdə onları bəyan edəcəyik. Və ikinci məna ki, ikinci hissə ki, Ə'la surəsi onlardan bəhs eləyir, xaşi, yəni xuşu olan qəlbi, belə deyək, yumşalmış möminlərdən bəhs eləyir və qəlbi daşdaşmış kafirlərdən söhbət açır. İnsanın səadətə yetişəcəyi, insanın bədbəxtçiliyə aparacağı bir sıra yolları qısa da olsa bəyan eləyir. Və bu surə adətən Məkki surələrdən olduğuna görə Məkki surələrin ümumiyyətlə ayələri qısa olur. Baxmayaraq ki, məsələn, ayə say olaraq bu surə 19 ayədir, amma qısa ayələrdir. Hamısı bir cümlədən az olan ayələrdir. Amma bu surənin, ümumiyyətlə surənin son olaraq davamı məna baxımından Həzrəti İbrahim və Musa əleyhissalamın suhuflarına, keçmiş peyğəmbərlərin kitablarına da işarə eləyir. Burada bu surənin fəziləti nədən ibarətdir? Bu surəni oxumağın fəziləti. Həzrət Rəsulullahdan hədis var, buyurur, mən qərəəhə ətəhullahu əşrə həsənatin bi'adədi kulli hərfin ənzəlallahu alə İbrahimə və Musa və Muhammedin salavatullahi aleyhim. Ümumiyyətlə, bu surədə qeyd etdiyimiz kimi bizim Peyğəmbər, Həzrəti Musa və Həzrəti İbrahim əleyhissalama işarələr və bizim Peyğəmbərə bir sıra əmrlər vardır ki, bu üç şəxsiyyəti, böyük ilahi şəxsiyyətləri bu surədə bəyan olub, işarə olubdur və Peyğəmbər hədisində buyurur ki, hər kim bu surəni oxusa, Allah Teala Həzrəti İbrahimə, Musaya və Muhammed salavatullah əleyhimlərə nazil olan hər bir hərf ki var, vəhiy olaraq ki nazil olubdur, onların 10 bərabərini savab yazar. Əlbəttə, burada təbii ki, keçən bəhslərimizdə qeyd etdiyimiz kimi, ümumiyyətlə, bir hədis surənin fəzilətində deyilirsə və bizim ağlımıza şişirdici olaraq gəlirsə, bunun mənası, əziz tamaşaçılar, bundan ibarətdir ki, yəni bu surənin içinə əməl etdikdə dəyərlidir. Yəni bu anlama gəlir. Yoxsa sadə oxunuşdan söhbət getmir. Əməl həmişə mühümdür. Və başqa bir hədisdə İmam Sadiq aleyhissalam buyurur, mən qərəə səbbih ismə rabbikəl ə'la fi fəraizihi əv nəvafilihi qilə ləhu yevməl qiyaməti udxulil cənnətə min əyyi əbvabin. İmam Sadiq aleyhissalam buyurur ki, hər kəs Ə'la surəsini
istər müstəhəbi namazlarda, istər vacibi namazlarda oxusa, qiyamət günü ona deyilər ki, daxil ol cənnətə, hansı qapıdan istəyirsən, istə. Yenə qeyd edim ki, bu surə məna baxımından Allahın paklığıdır, səbbihidir, təsbihidir, bu cəhətdən əhəmiyyətlidir. Yəni, Allahı o cür surəni təfsirində qeyd edəcək, surədə olduğu kimi qəbul etmək, əməllərinə qulaq asmaq mühümdür. O surətdə İmam Sadiq əleyhissalamın hədisi tətbiqlənir, hədisinə uyğunlaşır və o mənada cənnətə daxil olmaqdan bəhs olunur. Və hətta bir çox səhabələrdən, bəzi əleyhissalam dostlarından da nəql olunub ki, mən 20 gün namazımı Əli əleyhissalamla qıldım və ona iqtida edirdi. Piş namazı Əli əleyhissalam idi və 20 gündə Səbbih ismi Rabbikəl Əla surəsi, ki, həmən Əla surəsidir, bu surədən başqa surə oxuduğunu görmədim. Yəni, həmd surəsi öz yerində, ondan sonra oxuduğu surə. Və digər bir rivayətdə Əli əleyhissalamdan nəql olunur ki, Həzrəti Rəsulullah yuhibbu, yəni Kanə Rəsulullah yuhibbu hazihis surə. Peyğəmbər özü bu surəni sevirdi, Səbbih ismi Rabbikəl Əla. Həqiqətən də bu surənin oxunuşunun özünün bir dənə, məsələn, xüsusi avazı var və bu surə ki, Ramazan ayındayıq, fitir namazının rikətlərinin birində, ikinci rikətdə oxunur. Birinci rikətdə həmddən sonra Şəms və sonra Əla surəsi və bu cəhətdən də bu surənin təfsirini saldıq Ramazan ayına, yəni Ramazan proqramlarımız içərisində qərar verdik. Ümumiyyətlə, bu qısa olaraq desək, bu hədislərdən, oxuduğumuz hədislərdən istifadə olunur ki, bu surə özünə məxsus bir əhəmiyyət kəsb edir. Burada digər bir nöqtə var ki, ümumiyyətlə, Əla surəsi 19 ayədən ibarətdir və məşhur nəzər budur ki, Məkkədə nazil olubdur. Amma Əlləmi Təbətəbai rəhmətullah əleyhin nəzəri budur, üstünlüyü budur ki, o deyir ki, surənin əvvəli Məkkədə nazil olubdur və surə çünki axırda namazdan, zəkatdan bəhs eləyir ki, və Əhl-i Beytdən bizə yetişən hədislərdə fitir bayramı namazıdır, fitrə zəkatıdır, bu hissələrə də ki, işarə olunur. Bu, bunu göstərir ki, surənin bu hissələri Mədinədə nazil olub. Bilirik və dəfələrlə qeyd etmişik ki, Mədinə o yer idi ki, artıq Peyğəmbər köçdü, hicrət elədi, orada rahat yaşadı, orada hökumət qurmuşdu və hökm demək rahat idi. Hökmlərin çoxu orada, çünki əməl rahat idi, orada nazil oldu. Amma Məkarim Şirazi, ki, Allah onun ömrünü uzun eləsin və bərəkətli eləsin, Əlləmi Təbətəbainin bu nəzəriyyəsini düzdür burada nəql eləyir, amma o belə cavablandırır ki, xeyr, məşhurun nəzəri daha çox qəbuldur ki, Əla surəsi Məkkədə nazil olubdur. Nəyə görə deyir? Əla surəsi Məkkədə nazil olub, bir ümumiyyət verən, ümumi baxışlı bir surədir və düzdür, bunun içərisindən sonra məsələn tətbiq vermək olar, fitir bayramının namazı ya fitrə zəkatı kimi şeyləri istifadə etmək olar. Və belə bir nöqtədə məşhurdan nəql eləyir ki, Əd-Durrul Mənsur təfsirində cild 6 səhifə 337-də nəql olunur ki, o zaman ki, cəmaət Məkkədən Mədinəyə gəldikdə, gördükdə bir-birlərini bu surəni oxuyardılar. Səbbih ismi Rabbikəl Əla. Və bu, buna işarədir ki, bu artıq Məkkədə nazil olmuşdur ki, cəmaət Mədinəyə gəldikdə bu surəni oxuyardılar. Və nəticə etibarilə Həzrəti Ayətullah Uzman Məkarim Şirazi, Allah onu hifz eləsin, o da bu surəni Məkki bilir.